Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Mən Gülər Orcova, Fes Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə blok 3-ün birləşmələr necəsinə aid olan 5 sualın izahına baxacağıq. Lakin sualların izahına başlamazdan öncə xatırlatmaq istəyirəm ki, sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Başlayırıq birinci sualdan. Birinci sualda deyir ki, permütasiya n-dən 2 kiçikdir 12 bərabərsini ödəyən ən kiçik ədədi tapın. Baxın, permütasiyada biz necə yazmış oluruq? Yazırıq ki, n faktorial bölünsün, n çıxılsın 2 faktorial. N çıx 2 faktorial kiçikdir 12-dirsə. İndi burada n böyük olduğu üçün gəlin onu parçalamış olaq. Yazırıq ki, n çıxılsın 2 faktorial vurulsun n-1 vurulsun n bölünsün n çıxılsın 2 faktorial kiçikdir 12-dən. Burada n çıx 2 faktorial ilə n çıx 2 faktorial ixtisar gedir. Bu n-i mötərizəyə n-1-ə vurub açırsınız. Olur n kvadrat, çıxılsın n, 12-ni keçirsiniz digər tərəfə, olur mənfi 12, kiçikdir 0-dan. Və Viet teoreminə görə biz bunun köklərini düşünsək, 4 və mənfi 3 olacaq. n1 bərabərdir 4-ə, n2 bərabərdir mənfi 3-ə. Siz bunu gətirib ədəd oxu üzərində göstərsəz, bax burada mənfi 3-ü qeyd etməlisiniz, burada 4-ü qeyd etməlisiniz. Baxırıq, n kvadratın əmsalı müsbət olduğuna görə kənarlar müsbət, orta mənfi olur. Bu da bizdən kiçikdir 0 istəyirsə, deməli mənfi olan hissəni siz iştirakləməlisiniz. Bunun cavabı olacaq mənfi 3 ilə 4 aralığı. Amma biz nəyə diqqət etməliyik? Permütasiya n-dən k verirsə bizə, indi k-nın yerində burada 2 dayanıb. Unutmayın ki, buradakı n böyük bərabərdir k. Yəni, böyük bərabərdir 2 şərtini ödəməlidir. İndi 2-dən böyüklərsə, deməli mənfi 3-ü bura daxil etmirik. Hansı aralığı qeyd etmiş oluruq? 2 ilə, bax 2 ilə daxil olmaqla 4 aralığı. Və bizdən tələb etdiyi bu bərabərsliyi ödəyən ən kiçik ədədi tap idisə, bax elə testimizin də düzgün cavabı, belə bir açıq sualımızın da düzgün cavabı 2 alınmış olur. Belə. Keçək növbəti suala. Deməli, baxırıq ikinci suala. İkinci sualda deyir ki, qrupda müəyyən sayda eyni hüquqlu iştirakçı var. Seçilən iki iştirakçıdan birinin kapitan, digərinin onun köməkçisi olmasının mümkün hallarının sayı 56 olarsa, qrupda neçə iştirakçı var? Deyək ki, qrupda neçə iştirakçı olduğunu bilmirəm, n sayda iştirakçı var. Bu n iştirakçıdan, baxın, 2 nəfər seçilir. Bax, n iştirakçıdan 2 nəfər seçiləcək. Biri kapitan olacaq, biri də deməli onun köməkçisi olacaq. İndi, yəni, biri kapitan, biri onun köməkçisisə, burada vəzifələr bir-birindən, yəni fərqlənir. Vəzifələr də fərqlənirsə, deməli, onların yer dəyişməsində eyni olmayacaq, bir-birindən fərqli olacaq. Ona görə bu permütasiya ilə getməlidir. Yazırsınız ki, permütasiya n-lə 2 bərabərdir 56. İndi gəlin sadələşdirək. Yazacağım burada n faktorial bölünsün n minus 2 faktorial bərabərdir 56. Hətta 56-ın gəlin keçirdiyi bu tərəfə çıxılsın 56 olsun, bərabərdir 0-a. İndi bunu sadələşdirəndə olacaq n minus 2 faktorial vurulsun n minus 1 vurulsun n bölünsün n minus 2 faktorial. Bu da çıx 56 bərabərdir 0-a. n minus 2 faktoriallar burada ixtisar gedir. N-i vurub açırsınız. N-i n-ə vuranda eləyir n kvadrat. N-i mənfi 1-ə vuranda eləyir mənfi n. 56 da öz yerində bərabərdir 0-a. Yenə Viet'ə görə bunun köklərini düşünsəz, biri olacaq mənfi 7. N1 bərabərdir mənfi 7-yə. İkincisi də bərabər olacaq 8-ə. Təbii ki, n-in qiyməti də burada mənfi ola bilməz. Ona görə mənfi 7 yox. Bizim düzgün cavabımız 8 almış olacaq. Bu qrupda neçə iştirakçı var? Düzgün cavab 8 nəfər iştirakçı olmuş olur. Keçək növbəti suala. Baxırıq 3-cü sual. 3-cü sualda deyir ki, 1, 3, 4, 6 və 8 rəqəmlərindən rəqəmləri təkrarlanmamaqla neçə müxtəlif 5 rəqəmlə də yazmaq olar. Baxın, rəqəmlər təkrarlanmırsa, özü müxtəlif 5 rəqəmli olmalıdır. Yəni, yer dəyişməni nəzərə alıram. O zaman bu ədədlərin sayı nə ilə tapılacaq? 5 faktorial ilə bunların sayını tapa bilərik. Bəs 5 faktorialın tapılma qaydası necə idi? 1 vurulsun 2, vurulsun 3, vurulsun 4, vurulsun 5 ilə tapılmış olur. Bu da bərabərdir. 6 vurulsun 20, yəni düzgün cavab 120 alınmış olur. 3-cü sualda testin doğru cavabı olur 120. Keçək növbəti suala. Baxırıq burada 4-cü suala. Yenə 4-cü sual deyir ki, bu ifadənin qiyməti 5 olarsa biz buradan n-i tapmalıyıq. İndi 2n üstə gəl 2-ni gəlin 2n ilə açaq. Yazacaqsınız ki, 2n faktorial vurulsun 2n üstə gəl 1 vurulsun 2n üstə gəl 2.
Və n-1 faktorialı dəyməyəcəyiz. Olduğu kimi qalacaq. Bölünsün. Bu 2n faktorial olduğu kimi qalır. Amma n üstə gəl 1-i belə yazacağıq. Deməli, n-1 faktorial n-1 faktorial vurulsun n üstə gəl 1 faktorial. Yəni kiçikdən böyüyə doğru. Bu da bərabərdir 5-ə. Sıralama apardıq. Bu 2n faktoriallar ixtisar gedir. N çıx 1 ilə bu n çıx 1 ixtisar gedir. Bu fikir verin. 2n üstə gəl 2-yə. Deməli, birinci mötərizə olduğu kimi qalacaq. 2n üstə gəl 1. Amma ikinci mötərizədən, buradan. 2-ni çıxaracaqsınız mötərizənin xaricinə. Nə qalır burada? N üstə gəl 1. Və məxrəcə də n vurulsun n üstə gəl 1 var. Bərabərdir 5-ə. Yenə ixtisar var. Bu n üstə gəl 1 ilə bu n üstə gəl 1 ixtisar gedir. 2-ni vurub mötərizəyə açırıq. Olur 4n üstə gəl 2. Bu n-i də çarpaz şəkildə 5-ə vursaq, bərabər olur 5n-ə. 5n-dən də 4n-i çıxanda düzgün cavab n bərabərdir 2 olmuş olur. Bizdən elə n-i tap deyirdi. Deməli, testin düzgün cavabı 2-yə bərabər olmuş olur. Keçək növbəti suala. Baxırıq 5-ci suala. 5-ci sual deyir ki, bu ifadənin qiymətini tapın. Hamısını sadələşdirə gəlməlisiniz. Permütasiyanın qaydasına görə bunu yazacağım 12 faktorial bölünsün 12 çıxılsın 4. Yəni 8 faktorial vurulsun 20. Məxrəcə isə kombinizon qaydasına görə 11 faktorial bölünsün 11 çıx 3. Deməli 8 faktorial vurulsun 3 faktorial. Permütasiya 5-dən də 5-də də 5 faktorialın özü deməkdir. Daha doğrusu bu formada. Gəlin bu 5 faktorialı da sadələşdirim. 3 faktorial, çünki buradakindən ixtisar geçsin deyə. Həmin o 5 faktorialı sadələşdirib 3 faktorial vurulsun 4 vurulsun 5 kimi qeyd edək. Baxın, 4-ü 5-ə vuranda 20, bu 20-dən ixtisar getdi. Bu 3 faktorialla bu 3 faktorial gedir. Bu 8 faktorialla bu 8 faktorial nə olur? İxtisar gedir. Yəni surətdə qalıb 12 faktorial, məxrəcdə qalıb 11 faktorial. Və 12 faktorialda 11 faktorial vurulsun 12 kimi yaza biliriksə, deməli məxrəcdə 11 faktorial var. Bax, bunlar ixtisar gedəcək. Düzgün cavab 12-yə bərabər olmuş olacaq. Bu da bizim, deməli, sonuncu sualımızın izahı. Bir daha xatırlatmaq istəyirəm ki, sizlər də açılan, yəni bizim açılan yeni qruplarımıza qoşulmaq istəyirsinizsə, bax, ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.